Meşəli ərazi, palçıqlı yol və təhlükəli manevrlər. Çətin relyefli ərazilərdə azyaşlılara kvadrosikl sürmək təklif edilir. Belə ki, son vaxtlarda həm paytaxtda, həm də bölgələrdə kvadrosikllara maraq artıb. İdarə edilməsi məsuliyyət və müəyyən bacarıq tələb edən bu nəqliyyat vasitələri bəzi hallarda 8-12 yaş aralığında olan uşaqlara da verilir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, belə vasitələri uşaqların idarə etməsi təhlükəli vəziyyət yaradır. Hətta sonra ağır qəzalar da baş verə bilər. Təəssüf ki, bir sıra hallarda bu nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına riayət edilmədən təhlükəli formada idarə olunur. Nəticədə konstruktiv quruluşuna görə pasiv təhlükəsizlik elementlərlə təchiz edilməyən kvadrotsikllarla törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur. Qeyd edilməlidir ki, kvadrotsikllar istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik, məsələn, dağlıq ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşlu olması səbəbindən ciddi təhlükə yaradır. Faktlar göstərir ki, bu nəqliyyat vasitəsi ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları qaçınılmaz olur. Xüsusilə narahatlıq doğuran məqamlardan biri də azyaşlıların və müvafiq idarə etmə hüququ olmayan şəxslərin kvadrotsikllardan istifadəsinə yol verilməsidir. Bir çox hallarda valideynlərin nəzarətsizliyi, eləcə də kvadrotsiklların günlük icarəsi ilə məşğul olan şəxslərin məsuliyyətsizliyi səbəbindən sözü gedən nəqliyyat vasitələrinin sükanı təcrübəsiz şəxslərə etibar edilir ki, bu da onların özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükə yaradır. İdarə həm valideynlərə, həm də belə istirahət mərkəzlərinə çağırış edib. Valideynlərə və kvadrotsiklların icarəsini təşkil edən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildiririk ki, azyaşlıların bu nəqliyyat vasitəsini idarə etməsinə şərait yaradılması yol verilməzdir. Baş Dövlət Yol Polisi İdarəsi kvadrotsikl həvəskarlarına müraciət edərək təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyin vacibliyini bir daha onlara xatırladır və idarə etmə hüququ olmayan şəxslərin və azyaşlıların kvadrotsikl idarə etməsinə heç bir halda yol verilməməsini, eləcə də hərəkət zamanı qoruyucu dəbilqə və digər mühafizə vasitələrindən istifadə olunmasını tövsiyə edir. Unutmayaq ki, bir anlıq məsuliyyətsizlik əyləncəni faciəyə çevirə bilər. Qeyd edək ki, qanuna əsasən bu kimi vasitələri idarə etmə hüququ 14 yaşdan yuxarıdır. Fidan Əsədli, Sabih Mustafayev, Xəzər xəbər.